yaradıcılığı. Bulaq. Ömrünü gününü elinə obasına sərf eləyən, taleyini yurda bağlayan nənələr, babalar, analar, bacılar, oğullar, qızlar, özü qürbətdə olub ürəyi vətənlə döyünənlər, baxdın bədənin tamamında bulaq başına yığışanlar, salam olsun hər birinizə. Yamacları qoyun quzuya, mal qaraya, el köçünə qəribsiyən başı qarlı, sinəsi yaşıl dağlar. Yazın nəfəsindən buzu əriyən şırşır bulaqlar, başı əkinə biçinə qarışan elat əhli, mərhaba. Mərhaba. Vaxt vədə yetişdi, yenidən görüşünüzə gəldik. Yaradan bu gözəl fürsəti bizə çox görməsin. Öyrəşmişik bu vaxtda. Yaxasından bərk yapışaq. Təsəllimiz budur ki, getməyi kimi də qayıdıb gəlməyi var. Hə, bu axşam Bulaq dədənin söz sovqatından nələr ayırmışıq, eşidib biləcəksiniz. Bir yaxın əyləşin. Belə söyləyirlər ki, Aşıq Mikail Azaflı qazamatda olanda bir bülbül onun balaca pəncərəsinə qonur. Çöldən, bacadan xəbərsiz olan, yazı yalnız ruhunda duyan aşığın ürəyi dağa dönür. Təbii coşur, nə coşur. Könlünü saz əvəsi sinəsinə basıb, üzünü yazın müjdəçisi bülbülə tutur, görək nə deyir. Bir xəbər ver mən dustağa, açılıb mı yaza bülbül? Dərdim çoxdur, kimə deyim, qələm götür yaza bülbül. Qızıl güllər yetişirmi? Çöldə sona ürküşürmü? Səmalarda ötüşürmü? Ördək, durna, qaza bülbül. El köçürmü dağ sərinə? Qaydırmı aran yerinə? Bənövşələr bir-birinə eyliyirmi naz a bülbül? Azaflı tək yanma odda, kədər dolu bu həyatda, viran qalmış qazamatda, yandım oldum köza bülbül. Tanrı dadınıza çatsın istəyirlər. Heç zaman darlıq çəkməyəsiz. Həmişə könlünüz şadlansın, üzünüz gülsün inşallah. İnşallah. Hə istəklər, gözəlliklə göz oxşayan yazın ki, əkindir, səpindir. İlin günün bu vaxtında əkən əkib, səpən səpib. Bu vaxtla saxlanğıcda toxum qalmaz. Hamısı torpağa əmanət olar. İlin bolluğu həm də əkilən məhsulun toxumundan asılı olar. Torpağa sağlam, yaxşı toxum səpibsənsə, naümid qalmazsan. Yaxşı da məhsul götürərsən inşallah. İnşallah. Məsəl var deyərlər, necə olarsa toxumun əsli, elə də olar onun nəsli. Bəli. Bir işdə var ki, hər adamı toxuma yaxın buraxmazlar. El malını hər yoldan keçənə etibar eləməzlər. Düzdür. Toxumluq buğdaya ələyrilik eləmək, haram qatmaq, məhsulun bərəkətini azaldar. El sözü deyir, ac qal, toxum yemə. Ulu babalarımız səpinə elə belə sıradan bir iş kimi baxmazdılar. Səpin günü şadyanalıq eləyər, hədik, yarma bişirərdilər. İlk toxum səpinini əlinin bərəkətinə inandıqları əməli salih, halal adama həvalə eləyərdilər.
O adam da bir ovuc dəni qara torpağa səpib, mən bir səpdim, sən min göyərt deyərdi. Attım buğdanı torpağa, qatdım arpanı torpağa. Qara yeldən haylan gəl, torpaq altdan boylan gəl. Zəngilan el söyləmələrindən sözümüzə söykək, bir rəvayəti söhbətimizə qoşaq. Bir kasıb kişinin kiçik bir torpaq sahəsi olur. Nə qədər əkib becərsə də yaxşı məhsul götürə bilmir. Kişi torpaqdan xeyir görmədiyinə görə onu satmaq qərarına gəlir. Çox çəkmir ki, torpağı qonşusu alır. Və deməzsənmi, qonşusu torpağı şumlayanda kötan nəyəsə ilişib dayanır. Düşüb baxır ki, içi qızılla dolu iri bir küpdür. Küpün üstünü örtüb, torpağı satan kişinin yanına gəlib deyir, Gəl ay kişi, küpünə yiyə dur. Nədən ki, torpaq əvvəl sənin olub. Kişi küpəyə yaxın durmur. Yox, küp sənindir deyir. İsrarla bildirir ki, neçə illərdir bu torpağı əkib becərirəm. Əgər mənə qismət olsaydı, elə torpağı satmazdan qabaq tapardım. Küp sənə çatmalıdır, vəssalam. O deyir, bu deyir, heç biri küpə sahib çıxmır. Axırda durub qazının yanına gəlirlər ki, bu işi o həll eləsin. Məsələdən hali olandan sonra qazı torpaq satana deyir. Sənin bir ərgən qızın var. Torpağın indiki sahibinin də bir yiğit oğlu var. Məsləhət bilirəm ki, sən qızını ver torpaq alanın oğluna. O torpaq onların olsun. Bu, ədalətli bölgü olar. Tərəflər hər ikisi razılaşır. Elə həmin il o torpaqda təxıl əkirlər. Bol məhsul yığanda təəccüb qalırlar. Görürlər ki, buğda dənəsinin iriliyi az qala quş yumurtası boydadır. Rəngi də qızıl kimi parıldayır. Bunun nədən belə olduğunu öyrənmək istəyəndə dünya görmüş deyir. Bu torpağın sahibləri o qədər düzgün, halal iş görüblər ki, ona görə də torpaq belə gözəl məhsul yetirib. İstəylilər, may ayı adı qədər gözəl aydı. Şair İlyas Tapdıq demiş, indi Gədəbəyin yaxşı vaxtıdır. Təkcə Gədəbəyinmi? Bütün obalarımızın bu ayda bir ayrı gözəl görünməyi var. Belə vaxtlarda təbiət öz imkanlarını üzə çıxarar. Mayın adını ucalara qaldırar. Bu sarıdan dağ yerlərinin imkanı bambaşqadır. Təzə bitən ot ələb bir yana, həm də çiçəklərin, güllərin ətri kəndi bürüyər. Təkcə adamların yox, həm də qoyun quzunun, mal qaranın burnunu qıcıqlandırar. Qışın qaramatını candan çıxarar. Qış boyu gününü tövlədə keçirən, dillərinə bircə çəngə göy ot dəyməyən heyvanlar boy verən yoncalığa tərəf dartınarlar. Qışdan qalan qupquru samandan yaxalarını qutarmağa çalışarlar. Amma yenə də saxla samanı, gələr zamanı deyib dədələr. Bu yoncalıq deyilən çəmənlikdə ilahi nələr yoxdur, nələr. Sən demə, heyvanın ağzının dada gətirən yoncadır ki, yonca. Buna malın, qoyunun, yeminin üzü, qaymağı deyərlər. Yonca yeyən heyvanın südünün, qatığının, yağının dadı da bir başqa aləmdir. Ay sağ olmuş. Yoncalığa tək heyvan mı vurğunda sağ olmuş? Qışdan çıxan arılar, cürbəcür quşlar,
işılda böcəklər, rəngli kəpənəklər. Hamısı da sözü bir yerə qoyan adamlar kimi çəmənliyə yığışar, yerlərini bərkidərlər. Bildirçin, kəklik, yuva qurar, arılar çiçəklərdən şirə çəkər, rəngli kəpənəklər güllərə naz eləyər. Davakür çəyirtkələr otların arasında qaçdı tutdu oynaya. Cırcıramaların da səsi xoşa gəldi, gəlmədi, kəndi başına götürər. Bəh. Yadınızdadırsa, qırmızı qanadları qara xallarla bəzənən böcək çoxumuzun güman yeri idi. Ovcumuzun içindən barmağımızın ucuna gəlib uçana qədər ürəyimizdə arzu tutardıq. Uç böcəyim, uç, diləyimə çatdır məni deyib ümidlənərdik. Analar, bacılar ərinib yorulmadan önlüyü bellərinə bağlayıb cincilim, qoyun qulağı, əvəli, yemli, gicirtkan yığardı. Bişirdikləri kətənin, doğanın dadı damaqdan getməz. Ətri kəndi bürüyər, hələm doydum deyən olmazdı. Cincilim kətəsinin dadına dad çatmazdı. Nənəm təzə nəhrə yağından kətənin içini, çölünü geninə boluna yağlayardı. Yağı süzülə bəhbəhlə yiyərdik. Üstündən də bir qab doğğa verib deyərdi ki, qadanız alın, yağlı yemisiz, için ürəyinizi bassın. Nə gözəl. Amma burası da var ki, yazın belə gəl-ha-gəl vaxtında malqaranı, qoyun quzunu yoncalığa buraxmazlar. Onlara etibar eləməzlər. Nədən ki, göy ota təşnə heyvanlar sən gözünü yumub açana kimi başı alovlu oranı silib süpürər. Axırına çıxarlar. Yediyini yiyər, yemədiyini də tapdalayar, çəmənliyi yaman günə qoyarlar. Qorxudan quşlar yuvasına, arılar çiçəyə yaxın gedə bilməz. Kəpənəklər gülün həsrətini çəkər. Böcəklər, çəyirtkələr tapda altda qalar. Amma nə sirdir billahdısa, neynirsən elə, cırcıramaların səsi kəsilməz ki, kəsilməz. Malqaranın yoncalığa hücumundan zərər görən çox olar. Balaca bir biçənək, gör nə qədər canlının iş yeriymiş, çörək ağacıymış. Onsuz da dağlar dadlı tamlı otları ilə, örüşləri ilə onları gözləyir. Birazdan yaylağa köç başlayacaq. Malqara, qoyun quzu dağların şirəli otundan yeyə samanın dadını unudacaq. Düz deyirsən. Bir kəngə otdan ötəri baharın şeninə gecə-gündüz nəğmələr oxuyan cırcıramaların, arıların, quşların, kəpənəklərin qurduqları busatı dağıtmağa, onların haqqına girməyə dəyərmi, sağ olmuş? Yox, əlbəttə. İstəklər, gəlin bir hekayət eşidək. Sonra yenə yazla söhbətimiz qalıb hələ. Ağa adlı çox tənbəl bir kişi olur. İşləməklə arası yoxmuş. Soruşanda niyə işləmirsən? Cavab verirmiş ki, adım Ağadır. Ağa da heç işləyərmi? Bu adla da qarnını orada-burada doyurarmış. Vaxt yetişir, ağanın tənbəlliyi hamıya aydın olur. Daha heç kim, qohum qardaş ona yemək vermir. Bir gün yeməyə bir şey tapa bilməyəndə öz-özünə deyir. Mollalar buyurur ki, Allah ruzu verəndir. Mən də Allahın evinə gedib ibadət eləyəcəm. Yəqin ki, Allah mənim də ruzumu verər. Bir küncdə axşama kimi oturub ibadətlə məşğul olur. Acından ürəyi gedir, amma Allah yemək gətirmir ki, gətirmir. Gələnlərin çoxu namazını qılıb evinə gedir. Heç ağanı dindirən də olmur. Axşam olur, şamlar yanır. Tənbəl ağa görür ki, bir neçə arvad gəldi məscidin aşağı tərəfində oturub süfrə açdı. Onlar çörəyə halva yaxıb
məsciddə olanlara payladılar. Ağa küncdəki sütunun dalında oturduğundan onu görmədilər. Arvadlardan biri halva paylayana dedi: Yaxşı baxa, qalan olmasın. Ağa gördü ki, arvadlar yığışıb gedir. Tez bərkdən öskürdü. Onun öskürdüyünü eşidən arvadlardan biri dedi: Ay qız, deyəsən orada bir kişi var. Ona da halva çörək ver. Hə, ağa halva çörəyi alıb yeyəndən sonra öz-özünə deyir: Sən bir işə baxa. Bir dişdən çörəyə də bir öhə də lazımmış. Yoxsa adam lap acından ölər. Hə, istəkirlər, yaz söhbəti yağışsız ötüşməz. Bir də ki, atalar demiş, İslanmışın yağışdan nə qorxusu? Əvvəlki yığnağımızda da yağışdan söz salmışıq. Amma necə ki yağış var, yağışa deyilən sözümüz də var. Yazda çoban yarması deyilən doludan sonra yağışlar başlar, nə başlar? Yaz yağışının hər damlası bərəkət gətirər, bolluq gətirər el-obaya. Göy ağlamayınca yer gülməz deyib dədələr. İnama görə haça quyruq aşağıdan uçarsa ilk leysan yağar. Yazın əvvəlində yağan leysana ab-i leysan deyərlər. İnama görə ab-i leysan müqəddəs su olub şəfalı sayılır. Buna görə də bu suyu ləyənlərə yığıb saxlayarlar. Qab-qacağı bu suyla yuyarlar ki, ocağın, evin bərəkəti kəsilməsin. El arasında belə deyərlər: İlanların udduğu leysan yağışının damlasından zəhər, balıqların udduqlarındansa mirvarə əmələ gələr. Yağışların sırasında qumquma deyilən yağış da var. Aramla yağıb torpağı isladır, bol məhsula səbəb olur. Qumquma yağışının xeyirli olması barədə el arasında maraqlı bir rəvayət dolaşır. Rəvayətə görə yerli xanlardan biri öz yaxın adamlarını çağırıb soruşur ki, deyin görək mənim bu qızıl taxtımın dəyəri nə qədərdir? Onlardan biri 1000 qoyun, o biri isə 1000 at, daha bir başqası 1000 dəvə deyib xana cavab verirlər. Bu cavablar xanı qane eləmir. Bir çoban çağırmağı tələb edir. Çoban söhbətin nə yerdə olduğunu bilib xana deyir: Xan sağ olsun, sizin taxtınızın dəyəri qumquma yağışından sonra əmələ gələn məhsulun dəyərinə bərabərdir. Bu cavab xana xoş gəlir. Yüzü gülür, çobana qiymətli xələt verməyə əmr edir. İnancılar, inancılar. Göy otu yandıranda yağış yağar. Havanın bürkülü ya da hədsiz isti olması güclü yağış yağacağını bildirir. Sağsağanlar öz yuvalarını ağacın qalın yerində qurur. Deməli, yaz yağışlı olacaq. Yuva ağacın başında qurularsa, yaz quraqlıq keçəcək. Çəmən günlərindən, yoncalıqdan söz açdıq. Amma həyət bacanı, yolların qırağını bəzəyən, ağ çəhrayı, qırmızı ləçəklərinin ətrindən hamını məst eləyən qızıl güldə var axı. Bu gülün şəninə bir-iki kəlmə də olsa söz desək, ətrinə söz ətri qatmış olarıq. Qızıl gülün qızıldan qiymətli vaxtları olub. Lap uzaq keçmişdən eldə obada bu güldən həm mürəbbə bişirər, həm də gülab suyu çəkərdilər.
Rahiyəsi hər yanı bürüyərdi. Şərbət hazırlayanda ətirli olsun deyə gülab qatardılar. Türkə çarədə gülab yuxu xəstəliyinə şəfa verir. Əsəbin dərmanı sayılır. İstəylilər, Qızıl Güldən söz açmışkən bir əfsanəni qulluğunuza yetirək. Keçmiş zamanlarda oğlanla qız bir-birini sevirmiş. Onların bu sevgisi hər yana yayılır. Axırda gəlib qızın atasının qulağına çatır. Ata bərk qəzəblənir. Qızını çağırıb deyir ki, gəl daş ətəyindən tök, bu sevdadan əl çək. Övladı çox yalvarır. Ata az eşidir, heç cürə razı olmur. Qız sevgilisi ilə qovuşmayacağını başa düşüb, başqasına getməkdənsə əllərini göyə açıb ölüm istəyir. Allaha yalvarır ki, bu arzusunu yerinə yetirsin. Qız ölmür, ancaq gözəl bir gülə çevrilir. Oğlan sevgilisinin başına gələn əhvalatdan hali olub, göz yaşı tökür. Ahı Asimənə bülənd olur. Az keçməyir, adamlar eşidirlər ki, oğlan yoxdur. Axtarında görürlər ki, bülbül olub həmin gözəl gülə çevrilən sevgilisinin başına dolana-dolana qəmli-qəmli oxuyur. Gülün başına dolandıqca özünü zərblə onun tikanlarına çırpır. Tikanlar sinəsini dağıdıb, oğlanı qanına qəltan eləyir. Bu qan gül koluna səpələnib onun rəngini qızardır. Deyirlər o vaxtdan həmin gülün adı Qızıl Gül qalıb və deməzsənmi, bülbülü gülə yaxın qoymayan, onun sinəsini qana qəltan eləyən tikan da həmin o qızın atasıymış. Durna səsli, el nəfəsli bayatılar. Qızıl gül olmayaydı, saralıb solmayaydı. Bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. Qızıl gülsən, butasan, dostu əziz tutasan, mənə quru söz verdin, könül verdin yada sən. Ərdəbil üstü çiçək, Çin gətir onu biçək. Qardaş bir qız sevibdi, dəstə boy, qara bir çək. Əzizim xar ləkəsi, gül üstə xar ləkəsi, aydan duru heç nə yox, onun da var ləkəsi. Qapıda durma yetim, boynunu burma yetim, kipriğini ox edib canıma vurma yetim. Qərənfil əsti neynim, səbrimi kəsti neynim, üzdə dost, dalda düşmən, mən belə dostu neynim? İstəylilər, bir vaxt qış deyib qış eşidərdik. İndi də yaz deyib yaz eşidirik. Təbiətin yaz şıltaqlığından danışırıq. İstəyirik günəşimiz də, yağışımız da, lap elə küləyimiz də nə az nə çox qədərində olsun ki, əkilən toxuma, çəkilən zəhmətə, bağ-bağata zərər dəyməsin. Təbiətin şıltaqlığı demişkən, bir də görürsən gözləmədən, yerdə günün ilıq vaxtında, qəfildən göydən yumru-yumru dənəciklər tökülür.
bu hamımızın bildiyi doludur. Bu dolu nəmə nədir? Hansı gücün sahibidir? Tofiq babanın yollamasından biləcəyik. Dolu həm düyü, həm noxud, həm də qoz boyda yağar. Bəzən də az qala toyuq yumurtası irilikdə olar. Bu cür dolu yağışı əkinə ziyan vurar. Qapı bacanı bərbad günə qoyar. Mal-qaranı şikəst eləyər. Görürsən. Ağacların yarpaqlarını, meyvələrini yerə tökər. Dam örtüyündən gələn səsdən qulaq tutular. Uzun ömürlülər belə yerdə deyiblər. Dolunun ayağı dəydiyi yerdə 7 ay ot bitməz. Dünya görmüşlər dolu kəssin deyə 1000 cür fəndə əl atıblar. İnanca görə elə ki dolu tökdü, qab-qacaqları döyəcləyərlər. Allaha dua eləyib yalvararlar ki dolu kəssin. Dolunu qaytarmaqdan ötürü inanardılar ki, sacayağını ayaqları yuxarı ya da qazanı üzü quyulu çevirib dolunun altına qoysan dolu kəsər. Ağbirçəklər dolu yağanda mis camlara duz doldurub eşiyə qoyardılar. İnamın gücündən dolu xırp kəsərdi. O vaxt Fatma nənəmiz də hananın üstündə oturub ilmə vuran Gülnazı təlaşla çağırardı. Ay Gülnaz, hana toxumağa vaxtmı tapdın? Sən ananın ilkisən. Gəl 7 dolu götür dişlə, dolu yaralanıb kəsilsin. Gülnaz da eləmə tənbəllik, bir göz qırpımında yerindən dik atılardı. İplərin rənginə boyanan barmaqları ilə artırmaya düşən dolulardan dişlərin arasına alar, sonra da yarı bölüb tullayar, başlayardı oxumağa. Qamışdan atım oyna, qulağı çatım oyna. Fatma nənə tez-tez kəlmə-i şəhadətini dilə gətirib təşbih çəkib deyərdi. Ey Tanrım, yenə özüm bilən məsləhətdir. Ağaclarda meyvə qalmadı, əkdiyimiz zay oldu. Görəsən, harda naxaq qan tökülüb ki, bəlasını biz çəkirik. Bundan sonra göy dübarə bir də şaqqıldayar, gürültü dalğalanıb uzaqlaşardı. Ancaq neynəmək olar? Bu da təbiətin ağır şıltaqlığıdır. Odur ki, əkinçinin, bağbanın zəhməti torpaqla, yerlə olubsa da, duaları Tanrı ilə, göylə olub. Məhsulun salamat yığılmasına qədər əlləri işdən, dilləri duadan soyumayıb. İnşallah bu mövsümdə də bərəkətimiz ziyansız ötüşər, elimizin, obamızın zəhməti yerdə qalmaz. İstəylilər. Bulaq dədənin bu axşamki yığnağımıza ayırdığımız saz söz sovqatını əmin arxayınlıqla qulluğunuza yetirdik. Az da olsa könlünüzü oxşaya bildiksə, nə xoş bizə. Bir də 7 gün, 7 gecədən sonra təzə tər saz sovla yanınızdayıq inşallah. İnşallah. Beləcə siz də yaddaşınızı sirkəliyin. Söz adında babadan, nənədən bir nişanə qalıbsa bizə yollayın. İsmarıc yazın. Adımız, sanımız, ünvanımız bəlli. Görünən dağa nə bələdçi? Bulaq dədənin ümid yeri olun. Ümidiniz üzülməsin. Amin. Verilişi araya ərsəyə gətirənlər, mətni seçib sonalayıb, düzüb qoşan Xaliq Rəhimlidir. Qulluğunuza çatdıranlarsa biz olduq. Seydə xanım Fərhad, bir də Səməd bəy Yusifcanlı. Söz sovunu ifçinləyib, naxışlayıb, musiqinin işığına tutan Gülşən xanım oldu. Gülşən xanım Səmədli. Sağ olun, sağlıqla qalın.